Azərbaycanda hicab və digər dini başörtükləri ləğv edilirmi? Bununla bağlı artıq sosial mediada və mətbuatda yazılar yazılır, paylaşılır. Mənə də bununla bağlı çox izləyicilərim suallar verirlər. Əziz izləyicilər, rəsmi bir məlumat deyil, heç bir rəsmi qurum bu məlumatı təsdiqləməyibdir. Yəni dəqiq bir məlumat deyil, rəsmi bir məlumat deyil. Bəs bu informasiya hardan qaynaqlanır, o da bəlli deyil. Ola bilər ki, öncə belə bir məlumat atırlar cəmiyyətə, belə deyək də, cəmiyyətin nəbzini yoxlayırlar. Amma hələ ki, dəqiq bir, rəsmi bir məlumat yoxdur. Yəni, ölkəmizdə nə hicab, nə də digər dini geyimlər, dini başörtükləri yasaqlanmayıb. Yəni, dəqiq, rəsmi, doğru bir məlumat deyil. Məlumat nə zaman rəsmi qurumlar tərəfindən təsdiq olunarsa, yaxud hansısa bir rəsmi qurum bu məlumatı yayarsa, o zaman da güvənə bilərik, inana bilərik. Dediyim kimi, ola bilsin ki, sadəcə olaraq cəmiyyətin ictimai nəbzini yoxlamaq üçün ortaya atılmış bir məlumatdır.